Və həmçinin insana nurun verilməsinə səbəb qiyamət günü cümə namazı ilə maraqlanmasıdır. Cümə əhli, o kəslər ki, cümənin onların nəfslərində böyük yeri vardır. Cümə üçün hazırlaşır və erkən cümə namazına gedirlər. Cümə namazı üçün yuyunurlar, ətirlənirlər və xüsusi paltarlarını geyirlər və yeriyərək gedirlər və imam danışdığı zaman susaraq qulaq asırlar. Yəni, onların nəfslərində, qəlbində cümənin xüsusi yeri vardır. Və Peyğəmbərimiz sallallahu aleyhi və səlləm buyurur ki, İnna Allaha yeb'athu el-əyyəmə yevməl qiyaməti alə heyətiyyə. Allah Teala qiyamət günü günləri olduğu formada yaradacaqdır. Məsələn, 6-cı gün, bazar günü və cümə gününü isə çiçək formasında, gül formasında dirildəcəkdir. Və Allah Teala mənəvi şeyləri hissi şeylərə çevirməyə qadirdir. Amma bizə baxanda cümə gün, saatlar, günlər görsənmir. İnsan onu gözdən görə bilmir, mənəvi bir şeydir. Amma qiyamət günü hissi bir şeylərə çevriləcəkdir. Və onun ətrafında toplaşacaqlar cümə əhli və onlara işıq saçacaqdır. Onlara işıq saçacaq. Deməli, bu da dəlildir ki, cümə günü ilə insanın maraqlanması cümə əhli üçün xüsusi bir nur olacaqdır. Və həmçinin cümə günü Kəhf surəsini oxumaq. Peyğəmbərimiz sallallahu aleyhi və səlləm buyurur ki, Mən qara surətəl kəhfi yevməl cüm'ə kənət ləhu nuran yevməl qiyaməti min məqamihi ilə Məkkə. Kim cümə günü Kəhf surəsini oxuyarsa, qiyamət günü onu oxuduğu yerdən Məkkəyə qədər məsafədə nur olar. Oxuduğu yerdən, harada oxuyursa, oradan Məkkəyə qədər məsafədə nur olar. Başqa bir hədisdə, yenə səhih hədisdir. Mən qara surətəl kəhfi yevməl cüm'ə ədaə ləhu minən nur mə beynəl cüm'əteyni. Kim Kəhf surəsini oxuyarsa, onun üçün 2 həftə arası nur olar.